ölüm həqiqətən gələcəkdir. Ey insan, bu sənin qorxub qaçdığın, cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin şeydir. Öləndən sonra yenidən dirilmək üçün sur çalınacaqdır. Bu vəd olunmuş gündür, əzab günüdür. Hər bir kəs Rəbbinin huzuruna bir sürüyən, sürüyüb məhşərə gətirən və bir də şahidlə gələcəkdir. Ona belə deyiləcəkdir: sən dünyada bundan, bu müthiş günə uğrayacağından qafil idin. Artıq bugün gözündən pərdəni götürdük. Sən bugün sərras görürsən. Yoldaşı, ona təhkim olunmuş mələk deyəcəkdir: bu yanımdakı cəhənnəm üçün hazırdır. Allah o iki mələyə buyuracaqdır: atın cəhənnəmə hər bir inadcıl kafiri, xeyrə mane olanı, zülm etməklə, günah törətməklə həddi aşanı, Allahın birliyinə şəkk edəni. O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə.